Salam uşaqlar, hər vaxtınız xeyir. İki mövsum izahını verəcəm sizə. Birinci mövsumumuz çevirə üzrə hərəkətlər, yol yer dəyişmə, sürət dəyişməsidir. Deməli, bir çevirə çəkirik. Deməli, bu çevirə üzrə hərəkətdə 4 hissəyə ayıraq. Deməli, deyək ki, sadə qraf istiqamətinə hərəkət edir. Başlanğıc nöqtəmiz anlatılsın. Deməli, uşaqlar, cismin çevirə üzrə hərəkətdə gedildiyi yol çevirənin uzunluğuna bərabərdir. Çevirənin uzunluq düsturu L bərabərdir 2 pi r və yaxud da pi vurulsun D düsturu ilə müəyyən olunur. Əgər biz çevirənin bütün hamısını getmiş olursa, bizim getdiyimiz yol 2 pi r olur. Yox, bizə deyirsə ki, periodun 4/1-də yolunu tap, yarısında tap, 4/3-də tap. Ümumi 2 pi r olduğuna görə hansı hissəsini deyirsə 2 pi r-i, məsələn 4/1-də isə 4/1-ə vururuq. 4/3-də isə 2 pi r-i 4/3-ə vururuq. Yəni hansı hissəsi deyirsə həmin hissəyə vururuq. İndi mən bunların hamısını ümumi bir çevirənin üzərində danışmaq istəyirəm. Deməli, fərz edək ki, bir çeviridir. Aha. Deməli, baxın. Yaxşı olmadı. Deməli, bura periodun tamamıdır. Tamamında gedilən yolumuz nəyə bərabərdir? Çevirənin bütün uzunluğuna, yəni 2 pi r. Desə ki, 4/1-də gediləni tap, yolu neynəyəcək? 2 pi r-i 4/1-ə vuracaq. Desə yarısında yer dəyişməni yolu tap, daha doğrusu yolu. 2 pi r-i yarısı nə qədərdir? Yəni 2/1, periodun 2/1-ə vuracaq. Desə 4/3-də tap, 2 pi r-i 4/3-ə vuracaqsınız. Yol haqqında bu qədər. Bəzən uşaqlar qeyd 4/1, 4/3 deməyəcək sizə, deyəcək 3 saat ərzində və yaxud da 6 saat ərzində. Deməli, bunu necə düşünürsünüz? Gözünüzün qabağına saatı gətirin. Deməli, saatın 12 olan hissəsi buradır, 3 buradır, 6 buradır, 9 buradır. Yəni, 3 saat deyirsə bizə, 3 saat periodun hansı hissəsi nəzərdə tutulur? 4/1. 6 saat deyirsə, periodun nə qədər nəzərdə tutulur? Yarısı. 9 saat deyirsə, periodun nə qədər nəzərdə tutulur? 4/3-ü. 12 saat deyirsə, periodun hamısı nəzərdə tutulur. Eyni qaydada burada 3 saat əvəzinə 15 saniyə deyə bilər, 15 dəqiqə deyə bilər. Misal üçün, 6 saat əvəzinə 30 dəqiqə deyə bilər, 30 saniyə deyə bilər. 9 saat əvəzinə 45 saniyə, 45 dəqiqə deyə bilər. 12 saat əvəzinə 60 dəqiqə və yaxud da 60 saniyə deyə bilər. Yəni bunların periodu ilə. Gəldik yer dəyişmə. Periodun yer dəyişmə nəyə deyilirdi? Başlanğıc və sonu birləşdirən istiqamətlənmiş düz xəttdir. Əgər buradan başlayıb gəlib burada dayanmış olsaq, bizim yer dəyişməmiz nəyə bərabər olacaq? 0-a. 4/1-də buradan başlasaq, gəlsək 4/1-ə, yəni zamanın 4/1-ini hərəkət edəsək, bu hissəni gəlsək, yer dəyişməmiz olacaq bu mavi xətt. Bu mavi xətti tapmaq üçün fikirləşirik ki, bura radiusdur, bu hissə də radiusdur. Onda bu mavi xətt hipotenuzdur. Hipotenuz nə formada tapılacaq? R-in kvadratı üstə gəlinsin, R-in kvadratı kökün altında. A kvadratı plus B kvadratı. Buradan da R kvadratı toplayırıq, sadələşdiririk, olur kök altına 2 vurulsun 1. Deməli, periodun 4/1-də yer dəyişməmiz nəyə bərabərdir? Kök altında 2 vurulsun 1. Gələk periodun yarısına. İndi deyək ki, biz hardan başlamışıq? Bu nöqtədən başlamışıq, gəlmişik bura. Periodun yarısına yer dəyişmə nəyə bərabərdir? Bu məsafəyə. Onda buradan bura kimi olan xətti götürürük. Bu mavi xətt nə qədərdir? Radiusun 2 misli. Onda yer dəyişməmiz nəyə bərabər olacaq? 2-yə. Desə periodun 4/3-də, yəni buradan başlamışıq, gəlmişik 1, 2, 3. Burada dayanmışıq. Başlanğıc buradır, son buradır. Onda yer dəyişməmiz nə olur? Yenə də başlanğıcla sonun arasındakı məsafə. Burada necə tapmışdıqsa, burada da eyni qaydada olacağına görə 4/1, 4/3-də nə olur? Kök altında 2 vurur. Tamamında isə 0-a bərabərdir. Sürət dəyişməsi də bu tipdir uşaqlar. İndi ona baxaq. Misal üçün, bu nöqtədə sürət yönəlir sağa, gəldi fırlandı, yenə bu nöqtədə gəldi. Sürət yenə eyni istiqamətdə yönəlir. Çıxırıq, sürət dəyişməsi bizə nə verir? 0. İndi 4/1-ni deyək. Deyək ki, başlanğıcda sağa yönəlirdi. İndi gəldi, sürət yönəldi hara?
Aşağı. İndi bu oxla bu ox bir-birinə perpendikulyar olduğuna görə yenə Pifaqorla sürət dəyişməsini eləyəcək və kök altında 2. İndi gələk yarısına. Burada sürət yönəlir sağa, yarısında o yönəlir sola. Əks istiqamətdə sürətlər toplanıldığına görə delta V bərabər olur nəyə? 2V'yə. Gələk 4/3-ünə. Burada sürət yönəlir sağa, fırlandı gəldi, 4/3-ünə yönəldi yuxarı. Bu vektorla bu vektor yenə bir-birinə 90 dərəcə olduğuna görə 4/3-ündə də yenə sürətin dəyişməsi olacaq və kök altında 2. Bu qədər. Və danışaq indi çevirə üzrə qarşılı və konsentrik çevirələrdən. Buralar qarşılı çevirə nə deməkdir? Bir kəmər ətrafını da fırlanan çevirələr. Elə bax, bizim 2 dənə çevirəmiz var. Velosiped təkəri kimi. Elə bu çevrələrin ikisinin də bax bir dənə kəmər fırladır. Hər iki çevrəni R1, R2 bir kəmər fırlatdığına görə bu çevrələrin sürətləri bir-birinə nədir? Bərabər. İndi fikirləşirik, sürət bərabərdirsə, omeqalar necə asılıdır? Sürətin yerinə yazsaq, omega R 1, omega R 2. Onda görəcək ki, vurma ilə vurulanlar omega radiusdan necə asılıdır? Tərs mütənasib. Yəni, A çevrəsi olsun, ya da 1-2 deyə birinci çevrə, ikinci çevrə. Birinci çevrənin radiusu daha kiçik olduğuna görə onun omegası nə olur? Daha böyük. Gələk tezliyə. Sürətin yerinə, bax yenə bu ifadədə, sürətin yerinə tezliklə olan düstur yazsaq, 2pi R1 N1, 2pi R2 N2, 2pi'lər gedəcək, R1 N1 bərabər R2 N2, yenə vurma ilə vurulanlar tərs asılı olduğuna görə N1 N2-dən böyük olacaq. Periodla olan ifadəyə gəlsək, elə birbaşa deyə bilərik ki, period tezlikdən tərsdir deyə, period cəhətdən T2 T1-dən böyük olacaq. Təcil məsələsinə gəlsək, V-nin yerinə radiusla təcillə olan A bərabərdir V kvadratı bölünsün R düsturundan V-ni tapsaq, olur kök altında AR. Yenə AR-ə vurma ilə vurulduğuna görə A da radiusdan tərs asılı olacaq, A1 böyüdür A2. İndi uşaqlar, radius cəhətdən buradan görürsünüz ki, hansı böyüdür? R2 R1-dən böyüdür. İndi yadda saxlama yolunu mən sizə deyirəm. Qayışlı ötürmə. Deməli, uşaqlar, qarşılı ötürmə velosiped təkəridir. Velosiped təkərində nə eyni olur? Sürət eyni olur. Sürət eyni olur. Bircə dənə nə radiusdan düz mütənasib asılı olur? Baxın, period. Bir dənə period radiusdan düz asılıdır. Qalan bütün hamısı təcildir, omeqadır, tezlikdir. Radiusdan necə asılıdır? Tərs mütənasib. Məntiqəndə düşünəndə uyğun gəlir. Elə bir uşaqlar, bu ikinci çevrə bir dənə fırlananda bu balaca çevrə neçə dəfə fırlanmalıdır ki, ona ayaq uydura bilsin? Təbii ki, birdən daha çox. Fırlanma sayı, tezlik, omega bunu xarakterizə edir. Ona görə omeqadır, tezlikdir, təcildir, radiusdan tərs asılıdır. Period isə düşünürsən ki, misal üçün bu iki çevrəsi boyunca daha çox vaxt gedər fırlanmağa, yoxsa bir çevrəsi boyunca? Təbii ki, iki çevrəsi. Ona görə period ikincidə nədir? Daha böyükdür. Üçüncü, deməli, növbəti fiqur nədir? Konsentrik çevrə. Konsentrik çevrə deyəndə nə nəzərdə tutulur? Eyni bir dənə ox ətrafında fırlanan çevrələr. Başqa bir deyimlə desək, iç-içə çevrələr nəzərdə tutulur. Misal üçün 2 dənə çevrə çəkdik. Hər iki çevrənin ikisi də O mərkəzi ətrafında fırlanır. O şirniyyat çərəz qabları olur, belə bir dənə dəmirin üstündə 2 mərtəbə, 3 mərtəbə qablar. Bax, o konsentrik çevrədir. Misal üçün, o qabları belə götürürsən, yuxarısında bir dənə dəmirdə bağlanır 2 dənə boş qaba. Qabı belə ümumi yuxarısında tutacağından qaldıranda 2 boş qabın ikisi də birdən qalxmış olur. Bu, o tip bir ifadədir. Burada deyək ki, birinci çevrənin radiusu olsun R1, bu birisi olsun R2. Deməli, uşaqlar, burada eyni bir dənə ox fırlatdığına görə, eyni bir dənə O mərkəzi, O nöqtəsi ətrafında hərəkət etdiklərinə görə bunların dövrlərinin sayı eyni olur. Yəni, burada birinci çevrə bir dənə fırlananda, ikinci də bir dənə fırlanır. Dövrlərin sayı eyni olduğuna görə tezlikləri də eyni olur, periodları da eyni olur, omeqalar da eyni olur. Onda belə bir qayda çıxarırıq ki, konsentrik çevrədə
eyni olan cəmiyyətlər hansıdır? Twin. Yəni period, omega, tezlik, dövrlərin sayı. Bax bunlar nə olur? Konsentrikdə eyni qalır. Bəs sürətlə təcil necə olur? Sürətlə təcil uşaqlar radiusdan düz mütənasibasıdır. Misal üçün biz yazdığımız şəkilə görə ikincinin radiusu daha böyükdür. Deməli ikincinin sürəti daha böyükdür, ikincinin təcili daha böyükdür. Yəni nöqtə mərkəzdən, cisim mərkəzdən nə qədər uzaq çevrədə fırlanırsa, onun təcili də, sürəti də digərindən daha böyük olmuş olur. Düsturla da sübut eləyə bilərsiniz, isbat eləyə bilərsiniz. Necə? Misal üçün, omeqanın eyni olduğunu bildik. Tutaq ki, və yaxud da tezliyin eyni olduğunu. Sürətin omega ilə olan düsturu omega vur r-dir. Bu düstura görə sürət radiusdan düz mütənasibasıdır. Və yaxud da təcilin omega ilə olan düsturu omega kvadratı vur r-dir. Yenə bu düstura görə də təcil radiusdan düz mütənasibasıdır. Belə.